Salam dəyərli izləyicilər, xoş gördük sizləri. Deməli, baxaq Python-dan beləsinə bir sualımıza deyir. Proqram fraqmentinin təyinatını tapın. Təyinatı nədir? I hər hansısa bir qiymətlər alır 1-dən 1000-ə 999-a qədər belə deyək. X i-nin qiymətini alır, L 0-dır, M 0-dır, while x böyükdür 0-dan. İndi məsələn, burada 2 rəqəmli və 3 rəqəmli ədədlər var. Tək rəqəmlər də var heç. Məsələn, 33 verirəm bura, 33. Və yaxud da hər hansısa bir istədiyiniz ədədi verib yoxlaya bilərsiniz. 33 sıfırdan böyükdürmü? Bəli, L bərabər oldu nəyə? 1. 33 2-yə bölünəndə qalıq sıfırdan fərqlidirmi? Bəli, çünki qalıqda 1 qalır. M bərabərdir, M plus, yəni 0 plus 33-ün 8-ə bölünməsindən alınan qalıq. Neçə verəcək mənə? 1. 33-ü 8-ə bölüb tam hissəni götürürəm. Deməli 4 alınır. 4 sıfırdan böyükdürmü? Bəli, L bu dəfə neçə olacaq? 2. 4 2-yə bölünəndə qalıq sıfırdan fərqlidirmi? Xeyr, düşürəm bura. 4-ü 8-ə bölürəm. Bu da mənə neçə verir? 0. 0 0-dan böyükdürmü? Xeyr, düşdü aşağı. L 3-ə bərabərdirmi? 2 3-ə bərabərdirmi? Xeyr. Davam and deyil, bu tərəfə baxmıram, onsuz heç bu da bərabər deyil. Belə. Yəni gördüyünüz kimi 2 rəqəmli bir ədəd idi. Elə mən nə aldım? 2 aldım. İndi məsəl üçün deyirəm nə 3 rəqəmli bir ədəd. 123. 0-dan böyükdürmü? Bəli, böyükdür. L neçə oldu? 1 oldu. 2-yə bölünəndə qalıq sıfırdan fərqlidirmi? Bəli, fərqlidir. Gəlirəm bura. 8-ə bölüb qalığını götürürəm. 8-ə bölüb qalığını götürən neçəyici? 3. M neçədir? 0. 0-ın üzərinə 3 gələndə M bərabər oldu 3-ə. Düşdük deməli bura. 120-si 8-ə böldük. Tam sizə neçə dəfə düşür? 15 dəfə düşür. 15 dəfə. Deməli 15 sıfırdan böyükdür? Bəli, L bu dəfə 1-in də üzərinə 1 gəldi, oldu neçə? 2. 15 2-yə bölündə sıfırdan fərqlidir? Bəli. Düşürəm bura. 15-i 8-ə bölündə qalıqda neçə qalacaq? Qalacaq 5 2 7. Düzdür, 7-ni də gəldim bunun üstünə. 3-ün üstünə. Düşdük bura. 15-i 8-ə bölüb tam hissəni götürürəm. 15 8-ə bölündə neçə dəfə düşəcək? Tam hissə 1 dəfə. 1 sıfırdan böyükdür? Bəli. L-in üzərində bu dəfə də 1 gəlsin. L neçə olur? 3. 1-i 2-yə böləndə qalıq sıfırdan fərqlidirmi? Bəli. Düşürəm bu dəfə bura. 1-i 8-ə bölündə qalıq neçə alınır? 1. Bunun da üzərinə gəldik 1. 1-i 8-ə bölürəm tam hissə. Mənə neçə verir? 0. 0 sıfırdan böyükdürmü? Bəli. Xeyr. Düşürəm ara if-ə. L 3-ə bərabərdirmi? Bəli, bərabərdir. Deyil, ikinci tərəfdə yoxlayıram. M 6-ya bərabərdirmi? Baxıram ki, 4, o da 7, 11. Xeyr, 6-ya bərabər deyil. Yəni, indi buradan nə nəticə çıxır? Əgər buradakı rəqəmlər 6-ya bərabər olsaydı, 6-ya bərabər olsaydı. Yəni ki, tək rəqəmlərin cəmi 6-ya bərabər olmalıydı. Və rəqəmlərin sayı da ki, onluq say sistemindəki sayı da ki, 3-ə bərabər olmalıydı. İndi variantlarımıza baxsaq, deməli, 8-lik say sistemindəki rəqəmləri cəmi 6-ya bərabər olan xeyr, ancaq tək rəqəmlər. 8-lik say sistemindəki tək rəqəmləri cəmi 3-ə, xeyr, 6-ya. 6-ya bərabər olanlar. 6 rəqəmlə bu da getdi, bu da getdi. Onluq say sistemindəki tək rəqəmləri cəmi 6-ya bərabər olan 3 rəqəmli ədədlərin 8-lik qarşılıqlarını çap edir. Xeyr, buradakı ədədlər onluqdur. Bunları 8-liyə çevirəsinin aşağıda. Amma ki, beləsinə deyək də, 8-lik say sistemindəki tək rəqəmləri cəmi 6-ya bərabər olan 3 rəqəmli, düzdür, burada deyəsən vergülləri mən bilmirəm. Azərbaycan dilini qarışdırmışam. Burada olmalıdır vergül. Nəsə onu qeyd edərsiniz. 6-ya bərabər olan 3 rəqəmli ədədlərin onluq qarşılıqlarını çap edir. Niyə görə onluq qarşılıqlarını? Çünki mən burada təzədən aşağıda deyirəm ki, print i-ni çap edir. Hansı i-ni çap edir? Tək rəqəmləri cəmi 6-ya bərabər olan və rəqəmlərin sayı 3-ə bərabər olan i-ləri çap edir. Yəni o nə deməkdir? 8-lik say sistemindəki tək rəqəmlər cəmi 6-ya bərabər olan 3 rəqəmli ədədlərin, vergül burada olmalıdır, onluq qarşılıqlarını çap edir. Cavabımız nə olacaq? D variantı. İzlədiyiniz üçün təşəkkürlər. Fikirlərinizi yazmağı, videonu bəyənməyi unutmayın.